Aparat demək ikinci bölmə deməkdir. İkinci bölmədə də söhbət qurğulardan gedir. Qurğular. Qurğular da elə B variantı təşkil edir. Əgər bizə proqram təminatı desəydi, burada proqram sözü yazılsaydı, proqram. O zaman cavabımız olardı D variantı. D variantı proqramlar. Amma bizdən aparat təminatı deyir. Aparat təminatı da ikinci bölmədir. İkinci bölmədə də qurğulardan söhbət gedir. Olacaqdır B variantı. Gəldi 27-ci suala. Seçilmiş obyektin xüsusiyyətlərini əks etdirən dialoq pəncərəsini açmaq üçün hansı düymələrdən istifadə olunur? Windows 11 əməliyyat sistemində hər hansı bir obyekti seçdikdən sonra onun propertieslərinə baxmaq üçün Alt Enter düymələrinə istifadə olunur. Baxın, burada properties yazılıb. Alt Enter düyməsi. Yəni siz artıq həmin fayl və yaxud da ki, qovluğun və yaxud da proqramın xüsusiyyətlərinə baxa bilərsiniz. Properties xüsusiyyətləri deməkdir. Ona görə də cavabımız olacaqdır burada Y variantı. Hətta bunu da sizə bildirim ki, Windows 11 əməliyyat sistemində artıq hər bir əmrin qarşısında qısa yol düymələri qeyd olunmuşdur. Kompüterə quraşdırılmış bütün proqramlar adlanır proqram təminatı. Kompüterdə quraşdırılmış, instalyasiya olunmuş bütün proqramların toplusu proqram təminatıdır. Gəldik 29-cu suala. 29-cu sual Excel ilə bağlıdır. Bizdən tələb olunur ki, doğru mülahizələri qeyd edək. Uşaqlar, yadınızda saxlayın ki, Excel-də, işçi vərəqdə sətr və yaxud da ki, sütun sayı dəyişməzdir. Biz öyrənmişdik ki, 1.048.576 sayda sətr var və XFD ən sonuncu sütundur. Bu da ki, 2 üstündə 14-dür. 2 üstü 14 sayda sütun var, 2 üstü 20 sayda da sətr vardır. İndi bizdən doğru mülahizələri istəyir bu sualda. Backspace əmri vasitəsilə sətri və yaxud da ki, sütunu silmək olar. Sətr və yaxud da ki, sütun silinmir. Ona görə də birinci yanlışdır. Silinməzdir. Sətr və yaxud da ki, sütunu silmək olmur. Daxilindəki məlumatları silə bilərsən, amma sətri və yaxud da ki, sütunu silə bilməzsən. Gəlin biz bunu əyani şəkildə göstərək. Excel-ə daxil olaq. Və göstərək görək, həqiqətən də sətr və yaxud da ki, sütun silinə bilirmi, yoxsa bilmirmi? Mən burada 3-cü sətri seçirəm və Delete-dən gəlib Delete Sheet Rows-u klikləyirəm, yəni sətrin silinməsidir. 3 silindimi burada? Xeyr, silinmədi. Və yaxud da ki, buradan C-ni seçirəm, gəlirəm Delete-dən Delete Sheet Columns edirəm. Nə oldu? C silindimi? Silinmədi. Yəni demək istədiyim budur ki, sətr və yaxud da ki, sütun silinməzdir. Ona görə də birinci burada yanlışdır. Sonra seçilmiş sətirdən yuxarıya sətr əlavə etmək olmaz. Xeyr, seçilmiş sətirdən yuxarıya sətr əlavə etmək olar. Gəlin bunu da göstərək. Mən 3-ə məlumatlar yazıram. Yazıram 5, sonra yazıram 8 və 7. Belə bir ifadə. Gəlirəm 3 sətrini buradan seçirəm və Insert-dən Insert Sheet Rows edirəm. Bu zaman 3-dəki bütün məlumatlar hamısı 4-ə köçürüləcək. Yəni, özündən yuxarıya sətr əlavə olunur. Amma burada yazıb ki, sətr əlavə etmək olmaz. Xeyr, sətr əlavə etmək olar. Olar. Ona görə də ikinci burada yanlışdır. Növbətə gəlirəm 3-cüyə. Seçilmiş sütundan sağa sütun əlavə etmək olmaz. Bəli, bu doğrudur. Niyə? Burada B sütununu seçirik və gəlirik yenə də Cell-dən Insert əmrinə klikləyirik. Insert Sheet Columns edəndə özündən sola sütun əlavə olunur. Baxın, sola sütun əlavə olundu ki, oradakı məlumatlar sağa köçürüldü. Deməli, bu doğrudur. Sağa sütun əlavə etmək olmaz. Sola amma olar. İş vərəqi insert tabundan əlavə etmək olar? Xeyr. İş vərəqini biz home tabundan əlavə edirik. Buradan Cell-dən insert-ə daxil oluruq. Insert Sheet. İşçi vərəqin əlavə olunmasıdır. Deməli, 4 də yanlışdır.
İş vərəqini home tabından silmək olar. Bəli, SafeLink qrupuna daxil olursunuz. Buradan deletedən delete sheet yazılıbdır. Deməli 5 də olar. Sətr və yaxud da cüstünü home tabından gizlətmək olar. Bəli, bu da SafeLink qrupundadır və format əmri var. Format əmrinin daxilində hide unhide yerləşir. Yəni sətr, sütun və işçi vərəqin gizlədilməsi üçündür. Deməli 6 da doğrudur. Cavabımız olacaqdır 3, 5, 6. B variantı. Bura qədər kiminsə sualı varsa versin. Yoxdursa keçək növbəti suallara. Elektron poçt ünvanına daxil olmaq üçün nə tələb olunur? Elektron poçt ünvanına daxil olanda yalnız parol tələb olunmur, yalnız istifadəçi adı tələb olunmur. İstifadəçinin adı və parol istənilir. Soyad istənilmir, yalnız istifadəçinin ünvanı da istənilmir. Yəni sən elektron postuna girmək üçün nəyi yığmalısan? Bir istifadəçi adını yığırsan, bir də parolu yığırsan. Oldu C variantı. Gəldik indi isə 31-ci suala. 31-ci sualı biz sizlə Word-ün quizində işləmişdik. Bu eynidir uşaqlar. Eynisidir bu sual. Yenə də gəlin baxaq görə necə işlənilir. Word-ə daxil olmayacağam çünki imtahanda sizin qarşınızda kompüter və yaxud da ki Word olmur. Çəkib göstərəcəm bunu. Biz bilməliyik ki, merge series xanaları birləşdirir. Hətta burada da yazılmışdır. Merge series xanaları birləşdirir. Amma split series isə seçilmiş sətirlərdə xanalar əlavə edir. Gəlin 6 sətr və 4 sütundan ibarət bir cədvəl çəkək. 4 dənə sütunum olsun. 1, 2, 3 və 4. 6 dənə də sətrim olsun. 1, 2, 3, 4, 5 və sonuncusu 6. 6 sətr, 4 sütun. Birinci sətrin bütün xanaları seçildikdən sonra merge series əmri icra olunmuşdur. Merge series bu birinci sətri seçirsə, orada deməli xanaları birləşdirir. Yəni artıq gəlib biz bu xanaları birləşdirəcəyik. Bax olacaqdır bu formada. Sonra bunu Word-də də tətbiq edəcəm ki, daha bizim üçün yadda qalan olsun. Baxın, artıq sanki birinci sətrin bütün xanalarını birləşdirir və birinci sətirdə ümumilikdə olur bir dənə xana. Bu yəni silindi. Yuxarıda bir dənə xana əmələ gəldi. Sonra üçüncü sətrin seçilmiş və aşağıdakı əmr icra olunmuşdur. Yəni bu bizim üçüncü sətrimizdir. Gəlinir burada 8 dənə xana əmələ gətirir. Çünki bizdə 8 dənə xana vermişdir. Bundan sonra deyir, sənin nə qədər demək xanan oldu. Gəlib sayırıq. Bu birinci xana, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Cəmi oldu bizim 25 dənə xanamız. Başa düşüldü mü uşaqlar? Düşülməsə bir də izah edim. Yani biz onu e, 4 yere ayırdık ki 8 xana olsun da düzdür. Hə, bəli, bəli. Yəni 3-cü sətirdə ümumilikdə 8 dənə xana olur. Çünki bura Orada 8-dir. number of rows var ya onu bize bir verip de. Bəs onu Hə. harada istifadə edilir? Əgər o 2 olsaydı, 2 olsaydı. Bax burada 2 yazılsaydı, Aha. o zaman 3-cü sətri seçəcəkdi, bax belə olacaqdı. Gözlə. Qoy göstərim. Qoy silim bunları göstərim. Bax belə olacaqdı. 3-cü sətirdə 2 dənə sətirdə 8 dənə belə xanalar əmələ gətirəcəkdi. Gəl bunu Word-də Ha də başa eləyək ki, düşdüm. Word-də də eləyək ki, daha aydın olsun bizə. Bax, insert-ə daxil oldum. Bax belə. Birinci sətrimi seçirəm və gəlirəm, merge seriesi klikləyirəm. Nə oldu? Artıq bax, bu cür yuxarı oldu. Sonra üçüncü sətri seçirəm.
Üçüncü sətri seçirəm və gəlirəm split sales əmrindən 8-i kliklədim, okey. Gördün, bax oldu belə. Bir də var ki, gəlib mən üçüncü sətrimi seçəcəm və split salesdən rowsu 2 götürəcəm. Bura qoy 8 olaraq qalsın, amma buranı 2 edəcəm. Gör necə olacaq, okey. Bax belə, gördün? Artıq üçüncü sətirdə 2 dənə sətir yaratmış oldum. Bax bu formada. Yaxşımı? Bəli, bildim. A variantı. Növbəti gəldi 32-ci sual. RGB rəng sistemində ağ rəngin kodu hansıdır? Ağ rəngin kodu bütün rənglərin istifadə olunmasıdır. Yəni orada həm red, həm qri, həm də blue istifadə olunur. Üç rəngin birləşməsidir. Ona görə də həm redin, həm qrinin, həm də blue'nun yerinə FF-lər duracaqdır. D variantı. Gəldi 33-cü suala. Deyir ki, File Explorer proqram pəncərəsinə verilmiş fraqmentə əsasən qovluq daxilində neçə elementin olduğunu göstərin. Bu aşağıda yazılmışdır ki, 22 items. 22 items, yəni ümumilikdə qovluqda nə qədər element var, onu göstərir. 22 items. Ümumilikdə olacaqdır 22 dənə. O bir item selector isə seçilmiş birini göstərir. Amma səndə nəticə etibarilə cəmi 22 dənə qovluq var. Cəmimiz oldu B variantı. Gəldiyi Word-la bağlı bir suala. Demək, 4 mətn sənədi açılmışdır və açılmış bütün pəncərələrin hamısının eyni zamanda ekranda görünüşü üçün hansı əməliyyat yerinə yetirilməlidir? Word-a daxil olaq. Word-də bir neçə dənə sənəd açaq. Yaxşı. Belə. Belə bir sənədləri açdım və gəlirəm View tabına daxil oluram. View tabının Window lent qrupunun ərənci ol əmrini klikləyirəm. Bax, mən eyni anda bir neçə sənəd ekranda görə bilirəm. Bizdən də istənilən, deyir 4 dənə sənədi ekranda görmək üçün hansı lent qrupundan istifadə olunur deyə sual olmalıdır. Eyni zamanda ekranda görünüşü üçün hansı əməliyyatı yerinə yetirmək lazımdır? Daxil olursan View-ya, View-dan Windows lent qrupuna və Arrange ol əmrinə. Bu qədər. Olacaqdır cavabımız B variantı. 35-ci sual. Kompüterin əsas xarakteristikaları hansılardır? Kompüterin əsas 7 dənə xarakteristikası var idi. İşləmə sürəti, yaddaşın tutumu, əmrlər sistemi, iş etibarlığı, məhsuldarlıq, qiyməti. Hamısı aiddir kompüterin əsas xarakteristikalarına. Deməli, əmrlər sistemi aid olacaqdır burada, hesablama dəqiqliyi aid olacaqdır. Sonra yaddaşın tutumu və iş etibarlığı. Cəmi 4 dənəsi. 1, 3, 4, 6 var. Bəli, var. C variantı. Gəldi indi 36-cı suala. 36-cı sualda bizdən istənilən memoridir. Yəni, memori dediyimiz RAM-dır. RAM. Və burada da hətta bizdə göstərmişdir ki, ümumilikdə nə qədərdir və nə qədər istifadə olunmuşdur. Ümumilikdə RAM-ın burada həcmi 7,8 GB götürülübdür və onun cəmisi 6,2-si istifadə olunubdur. Bizdən də nə qədərini istifadə olunduğu istənilir. Nə qədər istifadə olunmuşdur? 6,2-si. 6,2 GB. D variantı. Bu performans alınır məsələlər dispetçeri pəncərəsi. Növbəti gəldik 37-ci suala. Word 2019 proqramında cari tarixi. Yadınızda saxlayın. Tarix, date, time bunlarla bağlıdır. Burada date'dir. Date. Amma t isə time'dır.
Time'dır. Cari tarix. İndi gəlin biz bunu Word-də yoxlayaq. Shift Alt D-ni klikləyəcəm. Shift Alt D. Nəyi əlavə etdi? Tarixi. Amma Shift Alt T-ni klikləsəm, hal-hazırda olan cari saatı daxil edəcəkdir. Bizdən istənilən tarixdir. Tarixdə də date var. Date varsa olacaqdır Ctrl Shift D. C variantı. Ctrl Shift D. Əgər bizdən zaman istəsəydi, o zaman artıq olacaqdı time. Və digər burada daha doğrusu Shift Alt Z, Shift Alt V, Shift Alt P isə bir belə deyək də, önəmi yoxdur. Yəni nəyisə əlavə etmir Word-ə. Gəldi 38-ci suala. W simvolunun kilsə sistemindəki təsvir kodunu tapın. W16-lıq kodu verilibdir, bizdən ikilikdə istənilir. Biz bilirik ki, 16-lıqdan ikiliyə keçməyin üsulu 8-4-2-1 qaydasıdır. 7-ni göstərdim 8-4-2-1, digər 7-ni də göstərdim 8-4-2-1-in cəmi şəklində. Vəsə, 7-nin əmələ gəlməsinə nələr iştirak edir? 4-2-1 və 8-ə yazdım 0. Eyni şəkildə digər 7-yə 4-2-1 iştirak edildiyinə görə 6-nı yazdım 1, 8-ə də yazdım 0. Biz bunu düzlükdə bu cür alırıq. 0, 1, 1, 1, 0, 1, 1, 1. Amma əvvəldə 0 verilə də bilər, verilməyə də bilər. Ona görə də cavabımız olacaqdır D variantı. Əvvəlində 0 ola da bilər, olmaya da bilər. Bura qədər kimisi sualı varsa uşaqlar verin. Gəldi 39-cu suala. OLE Object. OLE Object multimedia tipli verilənləri yadda saxlayır. Aksesin bir obyektidir, əsas sahə tipidir və əsas sahə tipi də olduğundan artıq bu multimedianı rəsmdir, səsdir, video tipli verilənləri yadda saxlayır. Gəldi 40-cı suala. Slayda cədvəl əlavə etmək üçün nədən istifadə olunur? Slayda cədvəl əlavə edirsənsə, insert tabından istifadə edirlər. PowerPoint-də də bunu göstərək. Insert-dən cədvəl əlavə edirsən. Table hissəsi. Cədvəl əlavə olundu. Verilənlər bazası ilə işin effektliyi üçün verilənlər bazası idarə etmə sistemlərini verilənlərin nəyi təmin edir? Tamlığını təmin edir. Bu tərifdir uşaqlar. Tərif. Verilənlər bazası ilə işin effektliyi üçün verilənlər bazasını idarə etmə sistemi verilənlərin tamlığını təmin edir. Gəldik 42-ci suala. Nə yazılıbdır? Yazılıb ki, təqdimata hər hansı slayd daxilində bir obyekt seçilir. Daha sonra Home tabının Editing lent qrupunun select all əmri icra olunur. Nəticədə nələr seçilmiş olar? Qəşəng sualdır. Bura bir neçə dənə obyekt daxil etmək istəyirəm. Yenə bunu daxil edək. Sonra belə bir ay daxil edək. Bu ikisini daxil etdim. Hər hansı slayd daxilində bir obyekt seçilir. Bunu seçdim. Daha sonra Home tabının Editing Lent qrupuna daxil olursan, Home tabının Editing Lent qrupuna daxil olursan və burada Select-dən Select All seçirsən. Select All daxilində olan bütün obyektlərin seçilməsi üçündür. Nəticədə nələr seçilmiş olacaq? Seçilmiş slayd daxilindəki bütün obyektlər seçilmiş olacaqdır.
D variantı. Bəzi tələbələr deyir ki, bəs müəllimə təqdimatdakı bütün obyektlər seçiləcək. Xeyr, bu slaydın daxilindəki obyektlərə aiddir. Ə, Artıq mənim laps deyir burada 15 dənə slayd vərəqim olsun. Xeyr, yoxdur. Sən hansı slayd vərəq üzərində işləyirsənsə, onun daxilindəki obyektlər seçiləcəkdir. Ona görə də olacaqdır D variantı. Növbəti gəldik 43-ə. Monitor haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Kompüterə VGA portu vasitəsilə qoşulur. Doğrudur. AGP PCI monitorun növləridir. Xeyr, monitorun növlərinə aiddir elektron şah borlu monitorlar, plazma monitorlar, LED monitorlar. PCI ümumiyyətlə burada slotdur. Slot. PCI şəbəkə slotudur. B variantı yanlışdır. 44-cü sual. Nisbi ünvanı mütləq ünvana çevirmək üçün hansı düymədən istifadə olunur? F4 klaviatura düyməsindən istifadə olunur. Həm nisbidən mütləqə, həm də mütləqdən nisbiyə keçmək üçün F4 klaviatura düyməsindən istifadə olunur. F4. 45-ci sual. A plus B cəmini deyir tapın. A-nın qiyməti 1-dir, B-nin də qiyməti 4-dür. Gətirib B-ni yerinə 4 qoyacaq. 4 bərabərdirmi 1-ə? Xeyr. Düşdük yoxa. A vurulsun 10. A-nın yerində 1 durur. 1-i vurdum ona, aldım 10. B-dən çıxacam 1-i. 4-dən çıxacam 1-i, alacam 3. Yenidən dövrümü təkrarladım. Artıq bu dəfə B-nin yerinə qoyacam 3. 3 bərabərdirmi 1-ə? Yox. A-nın son qiyməti 10-dur. 10-u vuracam 10-a, alacam 100. 3-dən də 1 çıxacam, alacam 2. Yenidən qalxdım dövrə və buradan bu dəfə alıram B-ni 2. 2 bərabərdirmi 1-ə? Yox. 100-ü vururam 10-a, çünki A-nın son qiyməti 100 idi. Aldım 1000. Buradan da aldım 1. İndi yenidən qalxıram yuxarıya, düşürəm aşağıya və B-nin də yerinə qoyuram 1. 1 bərabərdirmi 1-ə? Hə. Və son qiymətim də oldu burada 1000. Amma məndən istənilənsə A plus B-dir. A-nın yerinə durur 1000, B-nin də yerinə durur 1. 1000-lə də 1-i toplayacağıq, alacağıq 1001. 45-də oldu B variantı. İndi baxaq 46-cı suala. Onluq say sistemində təsvir olunmuş 8192 ədədinin ikili say sistemindəki sıfırların sayı birlərin sayından neçə vaat çoxdur? 8192 2 üstündə 13 deməkdir. Biz də bilirik ki, 2 üstü n ədədində n dənə 0 var, bir dənə də 1 var. N dənə 0, bir dənə 1. 2 üstü 13 ədədində də 13 dənə 0 var, bir dənə 1 var. Bir dənə 1. Bizdən aralarındakı vahid fərqini soruşur. 13 dənə 0, bir dənə 1 varsa, deməli aralarındakı vahid fərqi 12 dənədir. Cavabımız oldu 12. Gəldik 47-ci suala. Kiminsə sualı varsa uşaqlar verin. Qaranlıq qalan bir hissə varsa verin. 46-ya qədər. Qırx yeddi. Bunu uşaqlar hesablamışdılar qrupda. Ümumilikdə səhifələrin sayını tapdılar 23. Bu aralıqlarda verilən ümumi səhifələrin sayı 23-dür. Bir də xırdalamıram, çünki vaxt getməsin. Əgər ehtiyac varsa, deyim uşaqlar, nə üçün ümumi səhifələrin sayı oldu 23 burada. 1 ilə 7 arasında səhifə sayı tapacaq, 12 ilə 17 arasında və 21-dən 30 arasında. Cəmi 23 səhifə var. Biz printer məsələlərində diqqət edirik ardıcıllığa.
Birinci ardıcıllıq, ikinci ardıcıllıq, üçüncü ardıcıllıq və dördüncü ardıcıllıq. Səhifə sayını tapdıq 23, gəldik pages hissəsinə yazırıq 23-ü. Növbəti 1A4 vərəqində yerləşən səhifələrin sayıdır. Bizim cəmi 23 dənə səhifəmiz var. 1A4 vərəqində də 4 dənə səhifə yerləşir. Demək 23-ü böləcək 4-ə. 23-ü 4-ə böləndə 5 tam yerləşir, 5 dəfə tam yerləşir. Amma yerdə 3 dənə səhifə qalır. 3 dənə səhifə üçün də yenidən bir dənə A4 vərəqi lazımdır. Ona görə də üzərinə 1 gəlirik. Alırıq ümumilikdə 6 dənə A4 vərəqi. 6 dənə A4 vərəqi. İkinci şərtimizdə biz tapdıq ki, 6 dənə A4 vərəqi var. Növbətə gəldi üçüncü şərtimizə. Üçüncü şərtdə 200-də olduğunu deyir. Mənim 6 dənə A4-üm hələ ki 1 ilə hesablamışam. Əgər 200-də olsa, o zaman avtomatik olaraq böləcəyik 2-yə. Alacaq 3 dənə A4 vərəqi. Çünki 200-də olanda hər arxasında da səhifə olur, önündə də səhifə olur. Üçüncü şərtimizdə tapdıq ki, 3 dənə A4 vərəqi bizə lazımdır. Növbəti isə vurarıq kopyaların sayına. Yəni 6-ya. 3-ü də vuracaq 6-ya. Alacaq ümumilikdə 18 dənə A4 vərəqi. 47-də də cavab oldu 18. Növbəti gəldi 48-ci suala. Sam A2 A4. A2 A4 diapazonunda hansı kanallar yerləşir? A2 yerləşir, toplansın A3 və toplansın A4. Qiyməti 16-ya bərabərdir. Çünki sam cəm deməkdir deyə bir dəfəlik cəm formasında yazdım. 16-dır. Sonra deyir, əgər average A1 A4 qiyməti 5-ə bərabərdirsə, average də ədədi ortadır. Burada yerləşən də xanalar A1, A2, A3 və A4. Topladım və böldüm saylarına 4-ə. 4 dənə xana varsa, deməli 4 dənə də qiymət var. Və bərabərdir 5-ə. Bu sistem tənliyi həll etsək, görərik ki, A1 qiyməti bizdən istənilir, amma A2, A3, A4-ün cəmi var. A2, A3, A4-ün də yerində 16 durur. Yazacağım. A1 plus 16 bölünsün 4 bərabərdir 5-ə. Tənliyi həll edək. Buradan A1 toplansın 16 bərabərdir 20 tapırıq. 5-i 4-ə vuranda A1-i də buradan tapırıq 4. Bizdən istənilən fakt A1-dir. A1-in də yerinə qoyacağım 4-ü. Fakt 4 də 4 faktorialdır. 4 faktorial da 1-dən 4-ə qədər olan ədədlərin hasildir. 1 vur, 2 vur, 3 vurulsun 4. Bizə verəcəkdir 24. Cavabımız oldu 24. Növbəti 49. Şəbəkədə istifadəçilərin birgə istifadə imkanları olmayan resurslar hansılardır? Bu deməkdir ki, həmin qurğuda yalnız bir dənədir. Printer bir neçə dənə qurğuya qoşula bilir. Scanner də bir neçə dənə qurğuya qoşula bilir. Plotter də eyni anda bir neçə dənə istifadəçiyə qoşula bilir. Amma prosesor yalnız bir dənə kompüterə məxsus olur. Yəni, hər bir kompüterin bir dənə prosesoru var. Hər bir kompüterin bir dənə data kartı var. Hər bir qurğunun bir dənə data kartı var. Yalnız bir dənə istifadə olunan, özünə məxsus olan nəzərdə tutulur. Ona görə də şəbəkədə istifadə imkanları olmayan resurslar dedikdə prosesordan data kartdır. Amma printeri eyni anda biz bir neçə dənə kompüterə qoşa bilərik. Skaneri eyni anda bir neçə dənə kompüterə qoşa bilərik. Eyni şəkildə printerin böyük olan plotteri də biz eyni anda bir neçə dənə kompüterə qoşa bilərik. Cavabımız oldu 49-da 2-5. Növbəti, uyğunluğu müəyyən edin. Milliarity hərbi müəssisə deməkdir. Mil hərbi müəssisə.
Sonra international beynəlxalqdır, ikiyə aiddir də. Organization'dakı qeyri-kommersiya təşkilatıdır. Üçə də aiddir G. 1. B, 2, D, üçə də aiddir G. Üsü 3. İzahlarıydı. Kiminsə sualı varsa uşaqları verin. Müəllimə, imtahana belə düşsə çox yaxşı olar. İmtahana belə düşsə inşallah. 2024, 25, 23-ün qəbullarını atmışam. İstəsəniz bir nəzər yetirərsiniz, onların onsuz izahlarını verəcəm. İndi artıq baxaq üsü 4-ə. İnformasiyanın kompüterə yazılması üçün verilənlər 75% sıxlaşdırılaraq kodlaşdırılır. Demişik ki, bu tip məsələlərdə ancaq gözün ədədlərə dəysin, ardıcıllığa baxasan, ədədlərə baxasan, belə. Mənim ilkin həcmim 800 megabaytdır. Nə qədər kodlaşdırılır, arxivləşdirilir, sıxılır? 75%. 75% sıxılırsa, deməli yerdə 25% qalır. Mən 800-ün %25-ini tapacam. Elədir 200 megabayt. Həcmimizi tapdıq 200 megabayt. Görürəm sürət və zaman var. Həcm bərabərdir V vurulsun T düsturunu yazıram. Həcmin yerinə qoyuram 200 megabayt. Amma sürəti megabitdən veribdir. Bax 64 megabit. Megabit. Amma mənim həcmim burada 200 megabaytdır. Necə olacaq? Yazacağım. 64 megabit vurulsun T. Megalar eynidir. Baytdan bitə keçmək lazımdır. Baytdan bitə keçəndə 8-ə vururlar. 200-ü vuracaq 8-ə, bərabərləşdirəcək 64 vurulsun T-yə. 64-dən 8 aparacaq. Burada qaldı 8. 8T bərabərdir 200 alınır və T-ni də tapırıq 25. Olacaqdır D variantı. Burada bir dənə sizə çətin gələcək olan hissə, əslində çətin də deyil, amma siz gözünüz çox alışmayıb, megabaytdan megabitə keçməkdir. Mega hissələri eynidir, baytdan bitə keçəndə də 8-ə vururlar. Çünki 1 bayt 8 bitdi. Oldu cavabımız D variantı. 27 də burada maraqlı sualdır uşaqlar. 16-lıq say sistemində verilmiş 3 rəqəmli ədədi yaddaşdan silərək yerinə 8-ci say sistemində neçə rəqəmli ədəd yazmaq lazımdır ki, yaddaş tutumunda hər hansı bir artım olmasın. Baxın, 16-lıq say sistemində bir simvolun yaddaşda tutduğu yer 4 bitdir. Amma 8-ci say sistemində isə bir simvolun yaddaşda tutduğu yer 3 bitdir. 16-lıq say sistemində verilmiş 3 rəqəmli ədəd deyilirsə, o zaman 3 rəqəmli bir ədəd götürək özümüzdən. 9A8 16-lıqda. 3 rəqəmli ədədin hər bir simvol yaddaşda 4 bit yer tutursa, ümumilikdə mənə gətirir 12 bit. Bizə də deyir ki, 8-likdə nə qədər simvol yazılmalıdır ki, 12 bitə bərabər olsun. Bir simvolda yaddaşda 3 bit yer tutursa, deməli 8-ci say sistemində 4 dənə simvol yazılmalıdır ki, 12 bitə bərabər olsun. Belə bir ifadə yazıram özümdən 1, 2, 3, 4, 8-likdə. Hər bir simvolda 3 bitdir. Bu 3, bu 3, bu 3, bu da 3. Ümumilikdə oldu 12 bit. 16-lığın 3 dənə simvolu yaddaşda 12 bit yer tutur. 8-likdə isə 4 dənə simvol yaddaşda 12 bit yer tutur. Bizdən də tələb olunur ki, 8-likdə nə qədər simvol olmalıdır ki, 12 bit yaddaşda yer tutsun. Deməli, 4 dənə simvol olmalıdır. Başa düşdüyü uşaqlar bunu yoxsa yox, amma düzünü deyin. Bəli, müəllimə.
Tamam. Onda keçək növbəti sual uşaqlar. 28. İnkişaf tendensiyasını göstərin. İnkişaf tendensiyası o deməkdir ki, birinci nəsildən olub, ikinci nəsildən olub. Birinci nəsildə elektron lampalar olubdur. Bu aiddir birinci nəslə. İkinci nəsildə olubdur, hanı? Diotranzistorlar. Bu ikinci nəsildir. İntegral sxemlər olub üçüncü nəsildə. Böyük və ya çox böyük integral sxemlər isə olubdur dördüncü nəsildə. Bu ardıcıllığı da eləyək görək nə olacaqdır. Deməli, yəqin ki, ikinci birinci gəlir. Deməli 2 ilə başlayacaq. Sonra dördüncü gələcək. Sonra 1, sonra 3. B variantı 28-də. 29. Xaric etmə qurğularını seçin. Skaner daxil etmə qurğusudur. Çünki informasiya kompüterə daxil olunur. Daxil etmə. İdarə pultu nə daxil etmə, nə də xaric etmə qurğusu deyil. Periferiya qurğularına aiddir, düzdür, amma nə daxil, nə də xaric etmə qurğusu deyildir. Printer xaric etmə qurğusudur. Xaric etmə. Ana plata da heç bir qurğu deyildir. Sistem interfeysi qurğu deyil. Prosesor qurğu deyil. Yəni qurğudurlar, nə daxil etmə, nə də xaric etmə qurğusu getmir. Adı onu demək istəyirəm. Plot deyirəm, xaric etmə qurğusudur. Burada cavab nə oldu ki, uşaqlar? Hə, 4-5 oldu. Niyə bir dənə 5-dir, bir də 4-dür? Xaric etmə yalnız bunlardır. Sistem interfeysi nə idi? Mərkəzi hissə ilə periferi hissəsi arasında əlaqə quran interfeys. Bu belə. İndi baxaq alqoritmin xassələrinə. Alqoritmin 4 dənə xassəsi var idi. Diskretlik, kütləvilik, nəticəvilik, determinlik və yaxud da ki, müəyyənlik. İndi baxaq diskretliyə. Diskretlik budur ki, hər bir addım öncəki addımdan sonra yerinə yetirilir. Görək ona aid burada variantlarda nələr var? Həllin yeni ayrı-ayrı əməliyyatlar təsvir bütün mütəxəssislər istifadə edirsən. Hər bir addım qəti və bir qiymətli olmalıdır. Qəti və bir mənalı olan müəyyənliyə aiddir. 2-yə aiddir Y. Diskretliyə baxaq, onlar sonlu sayda addımlar aiddir nəticəviliyə. Variantlardan çıxdaş eləyək, çünki adamın gözünə çox gəlir. Nəticəvilik. A variantlarını çıxaq ümumiyyətlə. A variantlarının cavablardan çıxaq. Buradan bunu çıxdıq, bundan bunu çıxdıq, buradan bunu çıxdıq. Yerdə qaldı C variantı. Məsələlərin həllini yerinə yetirmə ardıcılı ayrı-ayrı əməliyyatlara bölünür. Bəli. Biri aiddir C, müəyyənlik 2-yə aid oldu Y, kütləvilik xassəsi də kütləvilik xassəsi budur ki, bir məsələnin həlli o tipdən olan bütün məsələlərin həllində istifadə oluna bilməlidir. Ondan bütün mütəxəssislər istifadə edə bilsin. Müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritm həmin sinifdən olan bütün məsələlərin həllində yararlı olmalıdır. Bəli. 3-ə də aiddir. B iləndir. Oldu C variantı cavabımız. 31-ci suala deməyə ehtiyac var uşaqlar. Yoxsa yazmısınız evdə? Kimlər dərsi dinləyirsə, bir dənə plus qoysun, mən bilim. Həsən, Sevcan. Plus qoymaq uzun çəkəcək, ona görə deyim, yəni dinləyirəm. Yaxşı, dinləyirsə. Heç kəsin səs çıxmır, bir dənə Nazərinin səs çıxır. Müəllim, məndə mesaj yeri açılmır. O necə olur axın? Bilmirəm, nəsə error verir ona görə. Gətirərsən telefonu düzəldərik, narahat ol. Müəllimlərlə ikimiz də Yaxşı. qulaq asırıq. Nədir? Müəllimlərlə ikimiz də qulaq asırıq sizə. Yaxşı. Lalə, nə tez çatdın evə, Lalə? Çoxdan çatmışam. Mən bayaqdan çatıb. Hələ gedib bir soruş gör ki, müəllimə dərsiniz olacaqmı? Gedib Minə də demir ki, ay Lalə, bəs dərs onlayndır. Mən özüm 10-da bilirdim, 22:00-da ona görə. Heç nə. Gələk 31-ci suala baxaq. Şöyle nasıl əyrənirəm hesablamaq. Baxaq. İmtahanı sizə təsəvvür edə bilmirəm.
Həm məntiq, həm informatika. Baxaq, B-nin yerinə 4 qoyubdu. Deyir 4 bərabərdir 9-a. Yox, düşdük yoxa. B-ni bir barədə artırdıq. 4-ü bir barədə artırdıq, elədi 5. A-nı vurdum 2-yə, 2-ni vurdum 2-yə, aldım 4. Düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağı. Artıq B-nin yerində bu dəfə durur 5. 5 bərabərdirmi 9-a? Yox. 5-i bir vayda artırdım. Elədi 6. 4-ə vurdum 2-yə, aldım 8. Yenidən düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağı. B-nin yerinə bu dəfə qoyuram 6. 6 bərabərdirmi 9-a? Yox. 6-nı bir vayda artırdım 7. 8-i də vurdum 2-yə, aldım 16. Düşdüm aşağı, qalxdım yuxarı, bu dəfə B-nin yerinə artıq qoyuram 7. 7 bərabərdirmi 9-a? Yox. 7-ni bir vayda artırdım 8. 16-nı vurdum 2-yə, 32. Düşdüm aşağı, qalxdım yuxarı, düşdüm aşağı. B-nin yerinə bu dəfə qoydum 8. 8 bərabərdirmi 9-a? Yox. Buradan aldım 9, buradan da aldım 64. Düşdüm aşağı, qalxdım yuxarı. Artıq B-ni yerinə qoydum 9. 9 bərabərdirmi 9-a? Bəli. Getdim həyə. Və bizdən də A-nın son qiymətini istəyir. A-nın da son qiyməti olacaqdır 64. A variantı. Ay maşallah. İnstrumental proqram təminatı proqramlaşdırma dilləri deməkdir. Proqramlaşdırma dillərinə aiddir kompilyatorlar, ilk gözümüzə dəyən, interpretatorlar, translyatorlar. Gəlin variantlardan çıxış edək. 3, 5, 7 ilə bağlı cavab hansıdır? Eləcək variantı. Bir də case texnologiyası. Antivirus proqramlara aiddir sistem proqram təminatına. Arxivatorlara aiddir sistem proqram təminatına. Əməliyyat ölçüləri aiddir sistem proqram təminatına. Elektron cədvəllər isə aiddir tətbiqi proqram təminatına. Sonra görək nələrimiz qaldı. Bizdən tələb olunur ki, pin.exe faylının tam adını müəyyənləşdirin. Pin.exe hardadır? Bu sondadır. Mən bura gəlmək üçün nələrdən keçirəm? C diskinə daxil oluram, preview-ə daxil oluram, preview-dən exe-yə daxil oluram. Exe-dən də gəlirəm pin.exe-yə. Preview. C diski, preview, exe, pin.exe. Y variantı. Sonra 34-cü sual. 34-cü sual həm də bugünkü dərsimizdən bağlıdır. Çünki 16-lıq say sistemindən 2-lik say sisteminə keçməyin qaydasıdır. Biz həm də bunu qlobal şəbəkələrdə keçirik. Çünki MAC ünvan 16-lıq say sistemi əsasında işləyən bir ünvandır. MAC ünvan yaddaşda 6 bayt yer tutur. Hər bir simvolu ayıraraq da 8-4-2-1-in cəmi şəklində göstərməliyik. Çünki 16-lıq say sistemi əsasında işləyən bir ünvandır. İkiliyə keçirəndə qayda 8-4-2-1 və yaxud da ki 1-2-4-8 qaydasıdır. 8-4-2-1 yazdıq. 1. Bu ədədlərdən hansıların cəmidir? 8-4-2-1-dən 0-0-0-1 yazdıq. 2. Yalnız 2-nin cəmidir. Olacaqdır 0-0-1-0. İndi baxaq görək bununla başlayan 0-0-0-1, 0-0-1-0. Uşaqlar hansıdır mən görmürəm. 0-0-0-1 0-0-0-1 0-0-1-0 bir də 2 ilə başlayır. Müəllimə. 2 ilə başlayır, hə. Ona görə də elə bir dəfəli cavabımız olacaqdır. B variantı digərlərini yoxlamıram. İmtahanda da gördünüz ki, belə rahat alınır, heç digərlərini yoxlamayın. Sonra 35. File Explorer pəncərəsində verilmiş fraqmentdə işarələnmiş hissə. File name extensions'dır. Bu, faylların genişlənmələrinin tipinin uzantısının görünüb görsənməməsini təyin edir. Biz daxil olsaq buradan View hissəsinə Windows 11-də, File Explorer-da. Show'da yazılıbdır File name extensions. Bu faylın genişlənməsidir, faylın tipidir. O, .doc yazılır, .exe yazılır, .xlsx yazılır, onların gizlədib göstərilməsi üçündür. Bir dənə baxın, mən sizə bir şey göstərim. Gözüm, bircə dəqiqə. Baxın, mənim indi sənədlərimin
Sonlarında nələr yazılıb? Bax, burada xılısxı yazılıb, xılısxı, xılısxı, PDF, xılısxı, nə bilim, docx gördünüz. İndi gəlib mən buradan güya daxil olacağım və onları ləğv eləyəcəm. Bax, artıq yazılmadı. Bax, artıq yazılmadı. Fikir ver. Mən onları ləğv elədim. Faylın genişlənməsinin, göstərilməsini təmin edir. Gəldik 36. 36 printer məsələsidir. Görək nədir bu printer məsələsi. Rahat sual oxşuyur. Çünki od və yaxud da even verilməyib. Bir, 3, 5 arası 7, 12. 1, sonra 5-dən çıxacaq 3-ü. Üzərinə gələcək 1-i. Aşağılar neçə edir bu? Beynim donub. 5-dən 3 çıxanda 2, 3 dənə səhv elədi. 7 ilə 12 arasında da 12-dən çıxacaq 7-ni, üzərinə gələcək 1-i. 5 burada, 6 dənə səhvə də burada elədi. 6 dənə səhvə burada, 3 dənə səhvə burada, 1 dənə səhvə burada. Cəmi elədi 10 dənə səhvə. Biz bu səhvə aralıqlarından ümumilikdə 10 dənə səhvə tapdıq. İzah eləyim nə üçün tapdıq bunu? İzah edim uşaqlar. Baxın. Değil. Bilmem. Deyim. İhtiyac yoktur. Qızlar deyir, deyin axı. Deyirəm ona görə. Ne biçim dedik? Mən belə eşitdim. Bax. Birinci səhvə, sonra 3, 4, 5, sonra 7, 8, 9, 10, 11, 12, 7, 8, 9, 10, 11, 12. Sayaq görək nə qədər səhv edir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Cəmi 10 dənə səhvə. Demək, bu pages hissəsində artıq durdu 10. Gəlirəm ikinci şərtimə baxıram. Bir dənə səhvədir. Heç nə, 10 dənə səhvə olduğu kimi qaldı. Üçüncü şərtimə baxıram, one-sided deyir. Bir üzüdür. Yenə də 10 dənə qaldı. Vuracam, sonunda kopyaların sayını 3-ə. Alacaq 30. Çox rahat həll olunan bir printer məsələsidir. Sonra deyir, bu lent qrupu nəyə aiddir? Home tabına aiddir. Çünki home tabının paragraf lent qrupu var. Daxil olaq, baxın, bu home tabıdır və paragraf lent qrupu. Həmçinin paragraf lent qrupu layout tabında da var. Paragraf. Burada mı indent spacing yazılıbdır, amma home tabında isə belə daha çox dəmirlər. 38-ci sual maraqlı suallardan biridir, uşaqlar. Birinci abzas 1, ikinci abzas 2. Gəlin bunu Word-də yazaq. 1, 2, 3, 4 formasında yazacağım. 1, 2, 3, 4. Ardıcılığı yerinə yetirəcəm. İkinci abzas 2 seçilir. Ctrl-X. Ctrl-X-in vəzifəsi kəsməkdir. Kəsir başqa bir yerə yapışdırır. Ctrl-X etdim. Birinci abzas birinci abzas birin əvvəlində kursor gətirilir. Əvvəlcə Ctrl-V, daha sonra Enter düyməsi. Ctrl-V, sonra da Enter düyməsi. Kliklədik. Üçüncü abzas 3 seçilir. Ctrl-C kliklənilir daha sonra. Dördüncü abzas 4-ün sonuna gətirilir. Aha, sonuna gətirdik. Əvvəlcə Enter düyməsi, daha sonra da Ctrl-V düymələri kliklənir. Oy. Üçüncü düymə seçildi, Ctrl-C, daha sonra da Enter düyməsi, Ctrl-V. Sonra dördüncü abzas 4 seçilir, Delete düyməsi. Delete. Ardıcılığa baxın, necə oldu? 2, 1, 3, 3.
2, 1, 3 ardıcıllığı. Əslində bunu eləmək çox asandır deyə. Prosta Word-də göstərdim ki, gözümüzün qarşısında olsun. Ctrl-X kəsir, başqa bir yerə yapışdırır. Ctrl-C kopyalayır, nüsxəsini başqa bir yerə yapışdırır. Belə. Çətindirsə, uşaqlar bir daha deyim. 39-cu suala baxaq. Raster, vektor, fraktal. Rasterın deməli, Corel Photopaint'də Photoshop. Photoshop proqramı ilə biri aiddir. Biri aiddir deyə hələ ki. Sonra görüb Adobe Illustrator vektora aiddir. Corel Draw vektora aiddir. Bir də Corel Photopaint rastera aiddir. Biri aiddir B-də. Vektor qrafikasına aiddir Corel Draw və Adobe Illustrator. 2 aiddir A-Y. 3-ə də aiddir Art Doubler. 3-ə də aiddir C. Hansı variantdır? 1-ə B-D, 2-yə A-Y, 3-ə də C. A variantı. 40-cı sual. Fill düymə əmrləri siyahısının down əmri icra etdikdə üstün üzrə select xanalar əsasında doldurulur. Hə, bu qəşəng sualdır uşaqlar. Bunu sizə izah edim Excel-də. Buna aid bir dənə də sual inşallah işləyəcəksiniz, amma ayın axırlarında. O da bir möhtəşəm sualdır. Demək, bax, yazıram. 3, 4, 5. Buraya yazıram 6, 7, 8. Düzdürmü? Və mən gəlirəm, bunları seçirəm. Və buradan fil hissəsinə daxil oluram, down'u klikləyirəm. Bu zaman bax, yuxarıdakı elementləri aşağıya doğru sürüklədi. Bax, bir də edirəm. Bax, 3-dən 6 yuxarıda durub da, düzdür? Gəlirsən, editingə daxil olursan, fil əmrini klikləyirsən, down eləyəndə yuxarıdakı elementlər təkrarlanır aşağıya doğru. Gördünüz? 3, 3, 3, 6, 6, 6 oldu. Əgər mən buradan, indi bir də əvvəlki vəziyyətdən qaytarım, yuxarıya doğru eləsəm, bu zaman 5, 5, 5, 8, 8, 8 olacaqdır. Bax, yuxarıya doğru edəsəm necə olacaq? 5, 5, 5, 8, 8, 8. Əgər ki, mən gəlib burada sağa doğru sürükləsəm, bu zaman olacaqdır 3, 3, 4, 5, 5. Bu çox möhtəşəm sualdır. Bunun sadəcə temasını tutmaq lazımdır. Əgər mən sola doğru sürükləsəm, left eləsəm, bu zaman olacaqdır 6, 6, 7, 7, 8, 8. 6, 6, 7, 7, 8, 8. Demək istədiyim nədir? Demək istədiyim budur ki, sən hara doğru sürükləyirsənsə, onun əksini verir. Məsələn, bax, biz belə yazmışdıq da, düzdür? Mən indi gəlib aşağı doğru sürükləsəm, bu deməkdir ki, yuxarıdakını aşağıya doğru sürükləyir. 3, 3, 3, 6, 6, 6. Bu formada. Ona görə də bizə down verirsə, deməli, yuxarıdakını aşağıya doğru sürükləyir. Əgər mənə sola doğru verirsə, deməli, sağdakını sola doğru sürükləyir. Yuxarıya doğru verirsə, aşağıdakını yuxarıya doğru sürükləyir. Right verirsə, soldakını sağa doğru sürükləyir. Yəni, bu o deməkdir. Ona görə də burada down deyirsə, yuxarıdakı xanaya daxil edilmiş verilənlər artıq doldurulur. Bu deməkdir. Bir də izah edinmi uşaqlar? Deyim. Müəllimə. Tamam. Sonra gəldik 41-ci suala. Deyir ki, şəkildəki diaqramı çart qurmaq üçün ilk növbədə cədvəldən hansı diapazonu seçmək lazımdır? Rahat sualdır. Sadəcə burada diqqət eləyəcəyimiz qiymət hissəsidir. Niyə görə? Çünki bu aralıqlarda yerləşən sadəcə qiymətlərə aiddir.
qiymətlərə aiddir. Çünki biri 9 alıb, biri 7 alıb, biri 6 alıb. Bu onları göstərir. Qrupu göstərmir. Qrupun ədədlərinə baxsaq görərsiniz ki, nə qədərdir. Nə qədər böyük ədədlərdir. Amma burada yerləşənlər 0, 5 və 10 arasında olan ədədlərdir. Bu da qiymətə uyğundur. Qoy bir də diqqət edeyim görüm nəyəsə gözümüzdən qaçırtmadıq. Y2-dən Y7-yə qədər olacaqdır. Bircə dəqiqə. Hə, bir də bizə bəs burada Əlizadə, Məmməzadə, Vəlixanlı bunlar da verib də. Deməli B2-dən B7-yə qədər olacaq. Çünki adlarda var, yəni daha doğrusu soyadlar. Əlizadə, Məmmədli, Vəlixanlı bunlar da verəcək, bir də qiymətlərini verəcək. Amma qrupu götürmədik. Niyə görə? Çünki ədədləri yüksəkdir. B2, B7 və Y2, Y7 olmalıdır. Gəldik 42-ci suala. Bizdən tələb olunur ki, PowerPoint-də əlavə tablar hansılardır? PowerPoint-in əlavə tablarına aiddir layout və format. Home əsas tabdır, transitions əsas tabdır, animations əsas tabdır, slideshow da əsas tabdır. Əyanda görə bilərik. Baxın uşaqlar, əsas tablarımız hansılardır? Home, insert, draw, design, transitions, animations, slideshow, review, view, recording, help. Bunlar əsasdırlar. Amma formatdır, bunlar narıncı rəngdə olanlarsa kontekstual, yəni əlavə tablar deməkdir. Olacaqdır cavabımız A variantı 2-dir. Növbəti gəldik bu 43-cü suala. Samur and Tangerine. Maraqlı sualdır da. Biz sizdən qlobal şəbəkəni keçəndə çoxluqlarla bağlı bir düstur keçmişdik. Demişdik ki, N-lə O-nun cəmi ayrı-ayrılıqda elementlərin cəminə bərabərdir. A plus B. Əgər mən buradan O-ru tapsam, N-də keçirəcəm bərabərliyin digər tərəfinə. A plus B çıxılsın N-də olacaqdır. İndi gəlin variantlara baxaq. Variantları o qədər qarışıq qoyublar ki, amma sizin burada bir dənə diqqət eləyəcəyiniz şey, bu ordu ayrı-ayrı elementlərdir, bir də əddir. Bu qədər uşaqlar. Olacaq cavabımız C variantı. Yəni bizdən sadəcə istənilən budur. Çünki digər variantlar ödəmir. Burada kəsişməni bərabərləşdirib fərqə. Qəti surətdə belə bir şey olmaz. B variantında əndi yoxdur. D variantında yenə də çıxma veribdir. Burada da 2 dənə or verib, olmaz. Bir dənə C variantına baxın. C variantı bizim bu düsturumuzu alır. Qlobal şəbəkədə biz sizdən düstur keçmişdik. Demişdik ki, N-lə orun cəmi ayrılıqda elementlərin cəminə bərabərdir. Buna aid bir dənə də sual baxın buradadır. Bu güllər qərənfil sualı. N-lə orun cəmi digər 2 dənə elementin cəminə bərabərdir. Baxın, eyni sualdır. Bunu tutduq temasını. Yoxsa yox hələ. Düzün deyin amma. Düstur budur. N-lə orun cəmi 2 dənə elementin cəmidir. Burada sadəcə o qədər çətin dildə veriblər, amma həlli nə qədər asandır. 44. Yaddaşın müəyyən bir hissəsində ümumi ad altında saxlanılan verilənlər yığını nədir? Adlanır fayl. Çox sadədir. Sonra 45. Ay Allah, 45-də bizə nə istənilir? Səhifənin nömrənin yerləşdirilməsi imkanı hansıdır? Səhifənin nömrəni insert tabından yerləşdirirlər, header footerdan. D, B variantı. Yəqin ki, bizdən bunu istəyər də. Səhifə nömrə yerləşdirmək header footerdandır. Başqa görüm şərtdə nəsə demir. Səhifə nömrənin yerləşdirilməsi imkanı. B variantı. Sonra əsas baza şəbəkə topologiyalarını seçin. Əsas baza şimdi halqavaridir, bir də ulduzvaridir. 2, 4, 5.
Əsas şəbəkə topologiyaları şin, halqa və ulduzvari topologiyadır. Növbətə baxırıq 47-ci suala. 47-ci sual da qəşəngdir ya. Bizdən tələb olunur ki, boyu 1.65-dən kiçik və ya 1.75-dən böyük olanları tap, sonra onu inkara çevir. Gəlin biz birinci mötərizənin daxilindəkini tapaq, sonra inkara çevirək. Birinci mən 1.65-dən kiçik olanları tapıram. 1.65-dən kiçik olanlar bir də Ağayevadır, 6-cı adamdır. Daha sonra boyu 1.75-dən böyük olanları tapıram. İkinci adamdır, bir də dördüncü adamdır. Demək burada not deyirsə mən 2, 4 artın artıq götürməyəcəm. 2, 4, 6 götürülməyəcəkdir. Yerdə qalanlar götürəcək. 1, 3, 5, 7 və 8. Cəmi 5 dənə sətr. Cəmimiz olacaqdır 5. Bu da aydındırsa, keçək növbəti suala. Bu da o möhtəşəm suallardan biri. 48. Asandır. İngilis dilini bilirsənsə, bunu eləmək sudur. Yəni, bunu PowerPoint heç bilməyən adam belə bunu yaza bilər. Çox sadə sualdır. Gəlirəm yazıram, birinci rectangle 3, 3 yazıram. Sonra yazıram 4, sonra yazıram 6, sonra da yazıram 7. 3, 4, 6, 7. Yəni rectangle bir də uzatmıram, oval yazmıram, hört yazmıram, diamond yazmıram. Yəni işimiz rahat olsun deyə. Deyir birinci 4 obyekti seçilir, oval 4. Animations tabına move ladder. Ladder nə deməkdir? Sonraya köçürmək deməkdir də. Yəni 4-dən artıq 6 yerini dəyişir. Olur 3, 6, 4, 7. Təməl tutduq uşaqlar. Deməli deyir oval 4, move ladder sonra başlayır. Deməli 4 sonra başlayırsa 4 üçüncü başlayır da hələ ki o deməkdir. Diamond 7 obyekti seçilir, move earlier. Move earlier nə deməkdir? Yəni özündən əvvələ köçür. 7 hal-hazırda neçədə nümayiş olunur? 4-cüdə. Bir mərhələ qalxırsa yuxarı, olur artıq 3-cüdə. Yəni olacaqdır 3, 6, 7, 4. Sonra deyir rectangle 3 seçilir və move ladder əmri kliklənilir. Yəni 3 artıq sonra nümayiş olunur. Move ladder nə deməkdir sonra? Deməli 3 birincidirsə artıq ikinci nümayiş olunacaqdır. Deməli 6-cıda birinci nümayiş olunacaqdır. Olacaqdır 6, 3, 7 və 4. İndi gəlin, bizdən də tələb olunur ki, hansı ardıcıllıqda nümayiş olunacaqdır. 6-nın qabağında, hört 6-nın qabağında 3 durur. Deməli, birinci 3 gələcək. Sonra 7 gələcəkdir. Yox, sonra daha doğrusu 3 gələcək. 3. Rectangle 3. Rectangle 3 1-dir. Sonra 1 gələcəkdir. Sonra 7 gəlir, yəni 4. Ən sonunda da 2 nümayiş olunur. 3, 1, 4, 2 də bizim olacaqdır düzgün cavabımız. Başa düşdük? Evet. Belə də or Buyurun, olan yer, bəli. or olan yerə ənd olsa hamısını götürürdük, yox. Kəşfmələrini götürürdük. Or olanda biz hamısını götürürük. Ənd olanda sadəcə kəşfmələrini götürürük. Sonra bu belə. Gəldi indi baxaq 49-a. 49. 49 da bayaq dediyimiz tipdir. Ənlə orun cəmi ayrı-ayrı elementlərin cəminə bərabərdir. Çoxluqlarla bağlı olan bir sualdır. Bu da rahatdır, çətin deyil. Nə edəcəksiniz? Ənlə orun qiymətlərini toplayacaqsınız. 3600-dən toplayırsınız 1300-ü. Bərabərləşdirirsiniz. Ayrı-ayrı elementlərin cəminə. 2100 toplansın qərənfil. Yazıram Q. 3600-dən 1300-ü toplayanda alırıq 4900.
bərabərdir 2100 toplansın q və buradan da q'nı tapanda alırıq 2800. Bu qədər. Cavabımız olacaqdır 2800. Gəldik 50-ci suala. 50-ci sualda bizdən slides, tables, temas nə istənilir ki? Deyir bu harda yerləşir? Demişdik ki, slaytların əlavə olunması əgər çoxdursa, deməli bu evindədir. Evindədir, yəni bu new slide daha çoxdur. Bu nəzərdə tuturam. Slides. Bax, insert də slides lent qrupu var. Amma home tabında da slides var. Burada daha çoxdur ətrafı. Ona görə də birdə olacaqdır C. Sonra tables insertdədir, 2-yə aiddir A. Temalarda aiddir dizayna, 3-ə də aiddir D. C, A, D. Bu belə. Belə. Ümid edirəm üs 3 və üs 4 rahat oldu deyə düşünürəm. Hamı dərs oxusa yaza bilər deyə düşünürəm. Dərs oxusaz amma. İndi baxaq fəsil 1-dən fəsil 11-ə. Buyurun, verin suallarınızı. Buradan artıq suallara baxaq. Məsələn, birinci baxmaq istəyirəm elə 4-cü suala icazənizlə. Elə 4. Görsən Sunay, sənin ürəyi oxudum, ona görə də 4-ü birinci izah elədim. Harda var belə müəllim? Qoy biraz özümüzü tərifləyək də. Baxaq bu suala. Asan sualdır. Audio tipli informasiyanın kollaşdırılmasıdır. Audio tipli informasiyanın kollaşdırılmasında nə görürsənsə vurursan bir-birinə. Həcm bitdən ifadə olunur. Nə gördün vur bir-birinə. Kilohertz məsələsidir çünki. 16 bit deyir. 16 biti götürdüm 2 üstündə 4 kimi. Çünki 16 2 üstündə 4 deməkdir. Diskretləşmə tezliyi 16 kilohertz. Kilohertz gördüksə onu mütləq şəkildə hertzə çevirmək lazımdır. 2 üstü 4-ü vuracam minə. Sonra 8 dəqiqə. 8 dəqiqəni çevirmək lazımdır saniyəyə. Çünki kilohertz məsələlərində zaman saniyə ilə ifadə olunur. 8 dəqiqədə 480 saniyədir. Vurulsun 480. 2 kanallı dediyinə görə, stereya dediyinə görə vururuq əlavə olaraq 2-yə. İşte bu qədər. Və aldığımız cavabı da bizdən kilobaytdan istəyir. Biz amma cavabı tapırıq bitlə. Bitdən də kilobayta keçəndə 2 üstündə 13-ə bölürlər. Aparaq 2 üstü 4, 2 üstü 4, 2 ilə 2 üstündə 13 apardıq. Məxsəsdə qaldı 2 üstündə 4. 2 üstündə 4 də 16 deməkdir. 16 ilə də 480 apardıq. Burada qaldı 30. 30'u da vurarıq 1000'ə. Alarıq 30.000 kilobayt. Olacaqdır A variantı. Bax, nə gördün? Vur bir-birinə Sunay. Bir həcmi tap buradan. Və yaxud da ki, həcmi veribsə, səndən məsələn istəyə bilər saniyəni və yaxud da sürəti istəyə bilər. Fərqi yoxdur. Sən həcmi bərabərləşdirəcəksən, həmin bu nə gördünsə vur bir-birinəyə. Oradan da x-i tapacaqsan. Sonra burada maraqlı suallar var. Onları deyim. Məsələn, bu 16-cı sual tipi. On altıncı sualda bizdə deyilir ki, sualda deyilir ki, diskə yazmazdan əvvəl fayl ilə kollaşdırılır ki, həcmi 10% azalır. Əgər informasiyanın diskə yazılma sürəti 5 megabit bölünsün saniyə olarsa, ilkin həcmi 50 megabayt olan bir faylı kollaşdırmadan ötürmək üçün lazım olan vaxt, kollaşdırılaraq ötürmək üçün lazım olan vaxtla müqayisədə neçə saniyə çox olar? Biz birinci
azalmamış həcminin saniyəsini tapacaq. Sonra da azaldılmış variantının saniyəsini tapacaq. Yəni biz birinci 50 megabaytdan işləyəcəyik. 50 megabaytdan işləyəcəyik. Çünki bizə deyir axı əvvəlki vaxtdan sonrakı vaxtı saniyəsini müqayisə elə. Heç nə. Həcm bərabərdir V vurulsun T düsturunu bilirik. Həcmimizi veribdir 50 megabayt. Burada da 5 megabit. 5 megabit. Vurulsun T. Все. Bax, burada megabaytdır. Burada da megabitdir. Nə etmək lazımdır deməli? Megabaytı megabitə çevirəndə 8-ə vurmaq lazımdır. Çünki mega hissələri eynidir. Sadəcə baytdan bitə keçirlər. Baytdan da bitə keçəndə vururlar 8-ə. Vurdum 8-ə. Bərabərdir 5 vurulsun T-yə. 5-dən dərin ixtisar apardım. Qaldı burada 10. T-ni tapdıq 80 saniyə. Yəni bizim hələ həcmimiz azalmamış variantında informasiya bu qədər vaxt ötürülür. 80 saniyə ötürülür. Sonra mənə deyir ki, həcm 10% azalır. Həcm 10% azalırsa, demək biz 50-ni 10% azaltmalıyıq. 50-nin 10% azaldılması, 50-nin 90%-nin qalması deməkdir. Çünki 10% azalmaq 90%-nin qalmasıdır. 50-ni vuracam %90-a. Sıfırlarımızı apardıq, aldıq 45 megabayt. İndi 45 megabayt üçün hesablayacağım. Eyni düsturu. Həcm bərabərdir V vurulsun T-ni 45 üçün hesablayacağım. 45-i yazıram, 45 vurulsun 8. Niyə görə? Çünki biri megabaytdır, biri də megabitdir. Bərabərdir 5 vurulsun T-yə. İxtisarlarımızı apardıq, T-ni buradan tapdıq 72 saniyə. Biz 10% həcminin azaldılan variantında 72 saniyə tapdıq. Amma əvvəlki variantında 80 saniyə tapdıq. Bizdən də bunlar arasındakı saniyə fərqini istəyir. 80-dən də çıxarsınız 72-ni, alacaqsınız 8 saniyə. 8 saniyə. Bizdən istənilən budur uşaqlar. Asandırmı, çətindirmi? Çətin deyil ham. Biraz, çox yox, birazca. Azcana. Sonra görək burada, bax, məsələn, 18-ci sual tipi var ki, onu da izah eləmək istəyirəm. Görsən, Suna, yenə ürəyimiz eynidir. Mən 18 dedim, sən də 18 yazdın. Görsən? Digər uşaqlardan xəbər çıxmır. Elə bir ki, sadəcə Sunaydı sual verən, dərsi dinləyən. Faiz sıxlaşdırıldıqda tutumu 20% azalır. Tutumu 20% azalır. 1024 simvol əlifbada yığılmış hər səhifədə 48 çətir. Aha, super rahat bir sualdır. 1024 simvolu əlifba. Əlifba məsələlərində bilirik ki, həcm bitlə ifadə olunur. Həcm bitlə. Çünki əlifba məsələsidir. Bərabərdir. 1024 simvolu əlifbada bir simvolun yaddaşa tutduğu yer 10 bitdir. Deməli yazacağım 10 vurulsun. 48 dənə sətir veribdir. 48-i yazıram. 2 üstündə 4 vurulsun 3 kimi. Çünki 16 vurulsun 3 deməkdir. 32 dənə simvoldur. Vurulsun 2 üstündə 5. Vurulsun 40 dənə səhifədir. Bir də əlavə olaraq vuracam 40-a. Hələ biz həcmi tapaq. Bunu çevirək kilobayta. Bitdən kilobayta keçəndə 2 üstündə 13-ə bölürlər. 4, 5, 2 üstündə 13 dənə ixtisar getdi. Məxrəcdə qaldı 2 üstündə 4. Diz elədim də, diz elədim. 4, 5, 9, 2 üstündə 4 qaldı, hə. Bu 40 dənə də 2 üstündə 4 aparıram, hər tərəfi 8-ə. Məxrəcdə qalır 2, sürətimdə də qalır 5. 2 ilə də 10 ixtisar aparıram, burada qaldı 5. Alacağıq 5 vurulsun 3 vurulsun 5.
edir 75 kilobayt. Hələ mən 75 kilobaytı 20% azaltmamışam. Bundan sonra 20% azaldacağam. 75-i də 20% azaldanda 75-i vuracam %80-a. Çünki 20% azaltmaq %80-in tapılması deməkdir. Sıfırlarımı apardım. 75-i 80-ə vuran, 8-ə vuranda eləyir 600. 600-ü də 10-a böləndə alıram 60 kilobayt. Cavabımız olacaqdır 60 kilobayt. A variantı. Demək biz 1024 simvol əlifbada 10 ilə hesabladıq. Onu vurduq sətirlərin sayına, simvolların sayına və səhifələrin sayına. Aldığımız cavab da olur bitlə. Və böldük üstündə 13-ə. Tapdıq cavabı 75 kilobayt. 75 kilobaytı daha sonra da 20% azaltdıq. Eləyir 60. Sonra fərqli suallarınız varsa uşaqlar verin. Bir də burada 25 çox möhtəşəm sualdır. 25-də izah eləmək istəyirəm. Yadınızda saxlayın. Laps deyir yazsa 1024-dən 5 sonki rəngindən istifadə olunub. Laps deyir 5 dənə rəngindən istifadə olunub. Laps deyir 3 dənə rəngindən istifadə olunub. Siz burada ümumi rəng çalarına baxacaqsınız. Nə qədərini istifadə olunduğuna baxmayacaqsınız. Çünki yadınızdadır İsrafil məsələsi. İsrafildə biz ümumi mərtəbəyə baxırdıq. Hansı mərtəbədə olduğuna baxmırdıq. Ona görə də bizdə burada ümumi rəng çalarlar lazımdır. Bundan hesablayaq. Həcm bitlə ifadə olunur. Piksel məsələlərin düsturu A vurulsun, B vurulsun endir. 2048-in 2048-ə. 2 üstündə 11 vurulsun, 2 üstündə 11 deməkdir. Və vurulsun. 1024 rəng çaları böyük endir. Böyük en. Amma məndə düsturda nədir? Kiçik endir. Demək 1024 bərabərdir 2 üstündə 10-a. Çünki n bərabərlik 2 üstündə n düsturunda mənə kiçik n lazımdır. Deməli, mənə buradakı 10 lazımdır. Vurulsun 10. Və aldığımız cavabı da bölürük megabayta çevirək. 2 üstündə 23-ə. Bitdən megabayta keçəndə 2 üstündə 23-ə bölürlər. Nə üçün mən megabayta keçirtdim? Çünki cavablarıma baxıram ki, kilobaytlar var, megabaytlar var. Mən kilobayta keçirsəm daha böyük bir cavab alacağam. Ona görə də megabayta keçirtdim. Çünki cavabları görürəm ki, biraz kiçikdir. İxtisarlarımızı apardıq. Qaldı məxrəci 2. Onu da böldüm 2-yə. Aldım 5 megabayt. Cavabımız olacaqdır C variantı. Sonra buyurun verin uşaqlar. Iyirmi bir. 21-ə baxaq. 21. Fərdi komitələrdən ötürülən informasiya diskret informasiyadır. Diskret. Çünki rəqəmsaldır. Rəqəmsalda diskret adlanır. Çünki komitələrdə olan bütün informasiya rəqəmsaldır. Rəqəmsalda diskretdir. Yəni analoq deməkdir. Analoq. Rəqəmsal deməkdir. Analoq deyirəm, çaşıb. Analoq gündəlik həyatdan aldığımız informasiyadır. Diskret rəqəmsaldır. Kəsilən informasiyadır. Y variantı. Sonra 30. Deməli, həcm nədən ifadə olunur? Həcm bitlə ifadə olunur. Bərabərdir. SMYK. SMYK deyilərkən 32 bit nəzərə alınır və burada da həmçinin piksellərin sayı verilmişdir.
Yazacağım 2 üstündə 8 vurulsun 2 üstündə 6. Çünki 256 2 üstündə 8 deməkdir. 64-də 2 üstündə 6 deməkdir. SMYK-da 4 dənə rəng var. Yaddaşda 4 bayt yer tutur. 4 baytda 32 bit deməkdir. Və buraya yazacağım 32 bit. Yəni 2 üstündə 5. Və bununla da 32 dənədir. Bir də əlavə olaraq 2 üstündə 5-ə vurdum. 8, 6, 14, 19. Gəlin cavabı çevirək megabayta. 2 üstünə 23-ə bölək. Niyə? Çünki görürəm ki, megabaytdan aldığımız cavablar daha kiçikdir. Amma kilobaytdan alsam daha böyük cavab alaram. Ona görə də megabayta çevirdim. 8, 6, 14, 19, 24. İxtisarlarımızı apardıq. Qaldı 2 megabayt. Olacaq da cavabımız A variantı. Sonra buyur Sevcan. Soru suallarımız varsa verək uşaqlar buradan. Fəsil 1-dən, fəsil 11-dən. Demək olar ki, bütün çətin suallarına baxdıq. Desən də. Qalanlar rahat suallardır uşaqlar. Qalanlar rahatdır, bir çətinlik yoxdur. Varsa uşaqlar suallarımızı verək. Müəllim, orada 30-cu sualda 2 üstü 5, 32 o həcminə görə yazsınız elə. SMYK-ya görə bəli. SMYK-da çünki bir pikselin yaddaşa tutduğu yer 32 bitdir. Yaxşı, onda rekordu dayandırıram. Müəllim, Hə?